Salamlayıram əziz xalqımızı, nəhəng liderin adamı Rəşad Əliyev sağ olsun cənab prezident mənə ayrılan mükafata görə cənab prezidentimə təşəkkürümü bildirirəm. Ağşəhərdə yeni mənzillə mükafat veriləcək mənə telefon zənglərim dayanmır. Bütün mənə zəng eləyən bütün Azərbaycanda nə qədər sahibli şəxslərə hamısına təşəkkürümü bildirirəm ki, məni sevindirdiklərinə görə ki, bütün xalqımla bölüşürəm. Məhz xalqımızın sahəsində mən bugünkü günü bu zirvəyə qalxdım. Təşəkkür edirəm bütün Azərbaycan xalqımıza. Çünki nəhəng lider ürəyimizdir, canımızdır da. Baxın əziz xalqım. Müdrik liderimiz Azərbaycanın döyünən ürəyi, canımızdır, şanımızdır, fəxrimizdir. Öpürəm prezidentimi. Ürəyimdir, ürəyim, mənim canımdır bu, canım. Nəfəs alıram, qürur duyuram cənab prezidentim. Allah cənab prezidentimizi qorusun. Nəfəs alıram mən cənab prezidentimdən. Fəxr edirəm, qürur duyuram. Lənkəran sakini Rəşad Əliyev bütün sosial şəbəkələrdə canlı çıxışlarım gedib. Mənə cənab prezidentim Ağşəhərdə verilən mükafat mənzil, Ağşəhərdə verilən mənzilə görə təşəkkürümü bildirirəm cənab prezidentimizə. Hörmətli vitse-prezidentimizə təşəkkürümü bildirirəm ki, məhz Paşayevlərin sahəsində mən bugünkü günü zirvəyə çatdım. Sağ olun. Allah Azərbaycan xalqını qorusun. Məhz cənab prezidentimizlə biz irəli gedirik. Bəli, cənab prezident bizim qürurumuzdur, şanımızdır, şöhrətimizdir. Azərbaycanımızın simvoludur. Nəhəng liderimiz, baxın hələ. Bu cür müdrik lider heç yanda yoxdur. Yeganə prezidentdir ki, bütün dünyada sözünü deyən prezidentimiz var bizim. Fəxr edirəm cənab prezidentimə, qürur duyuram. Eşq olsun cənab prezidentimə, sağ olsun, var olsun İlham Əliyev cənabları. Mənə mükafata görə də cənab prezidentimə təşəkkürümü bildirirəm. Ağşəhərdə mənə mükafata hazırlaşıram. Mənə zəng eləyiblər Bakıdan, Azərbaycanın səlahiyyətli şəxsləri ki, Rəşad Əliyev hazırlaş. Cənab prezidentin Ali Baş Komandanın mükafatına hazırlaşmam, çox yüksək səviyyədə hazırlaşıram. Bütün Azərbaycan xalqımızla da bölüşürəm. Məhz cənab prezidentin əlindən mükafatı gözləyirəm mən. Sağ olsun, var olsun İlham Əliyev cənabları ki, mənə dəyər verdilər. Paşayevlər mənə dəyər verdilər. Sağ olsun, eşq olsun Paşayevlərə. Azərbaycanda bir nömrəli nümunəvi ailədirlər Paşayevlər ailəsi. Mən özüm şəxsən, mən özüm Lənkəran sakini Rəşad Əliyev, məhz cənab prezidentin müdrik liderin apardığı siyasət dəstəkləyirəm və mən özüm bugünkü günü məhz Paşayevlərdən nümunə götürmüşəm və önə gedirəm. Bəli, Heydər Əliyev ailəsindən nümunə götürmüşəm və önə gedirəm. Heydər Əliyev ailəsi bir nömrəli nümunəvi ailədir. Bizim fəxrimizdir, qürurumuzdur, şanımızdır, şöhrətimizdir. Azərbaycanın döyünən ürəyidir. Eşq olsun cənab prezidentimə. Mən prezidentimlə fəxr edirəm. Fəxr edirəm ki, özümü güclü hiss edirəm ki, mənim bu cürə İlham Əliyev cənabları kimi prezidentim var. Eşq olsun cənab prezidentimizə. Sağ olsun, var olsun ki, məni mükafatlandırdığına görə məhz cənab prezidentimə təşəkkürümü bilirəm və cənab prezidentin əlindən mükafatımı gözləyirəm. Bütün Azərbaycan xalqı ilə bölüşürəm bu videonu. Sağ olsun, var olsun cənab prezidentimiz. Əziz xalqım, bu videonu təcili paylaşın. Məhz cənab prezidentin mükafatına hazırlaşıram mən. Ağşəhərdə yeni mənzil veriləcək mənə. Azərbaycanın sahibli şəxsləri bəlkə bir 20 dənə nömrədən zəng gəlib mənə bu günləri. 20 dənə nömrədən mənə bu günləri zəng gəlib ki, Rəşad Əliyev təcili hazırlaş, təcili hazırlaş. Ona görə hazırlaşıram mən. Cənab prezidentin mükafatına hazırlaşıram. Xahiş edirəm əziz xalqım, bu videonu təcili paylaşın. Eşq olsun cənab prezidentimizə. Sağ olsun, var olsun.